Niyə bir fransalı xərçəng olanda evini satmır? Amma bizdə bu ailə faciəsinə çevrilir. Onkoloji xidmətlərin dövlət sığortası tərəfindən 100% qarşılanması dünyada ən çətin və ən bahalı maliyyə öhdəliklərindən biri hesab olunur. Çünki onkologiya təkcə cərrahiyyə deyil, illərlə sürən bahalı dərman terapiyası deməkdir. Bu gün dünya praktikasında bu məsələni ən uğurlu həll edən ölkələrdən danışacağam. Böyük Britaniya ilə başlayaq. Burada onkoloji xidmətlər vətəndaşlar üçün tamamilə pulsuzdur. Səhiyyə sistemləri National Health Service, yəni Milli Səhiyyə Xidməti adlanır, vergilər əsasında maliyyələşir. Bütün xərclər dövlət büdcəsindən dediyim kimi vergilər əsasında qarşılanır. Onkologiyada ən bahalı kimyoterapiya dərmanlarından tutmuş, şüa terapiyasına qədər hər şey bu ölkədə ödənişsizdir. Çatışmazlığı budur ki, çox uzun növbələr var. Xərçəng şübhəsi olan xəstə müayinə üçün həftələrlə gözləməli olur. Gələk Almaniyaya. Almaniyada sığorta onkoloji xidmətlərin demək olar ki 99%-ni qarşılayır. Səhiyyələri Bismarck adlanan modelə əsaslanır. Sosial sığorta fəaliyyət göstərir. İşçi və işə götürənin maaşından tutulmalar əsasında sığorta fondu maliyyələşir. Üstünlüyü odur ki, heç bir növbə yoxdur. Ən müasir onkoloji dərmanlar da sığorta zərfinə daxildir. Pasiyent yalnız xəstəxanada yatdığı hər gün üçün simvolik olaraq məsəl üçün 10 evro civarında pul ödəyir. Almaniya sığorta sistemi dərman təminatı baxımından deyərdim ki, ən ideal ölkədir. Dünyadakı ən innovativ onkoloji dərmanları sığorta zərfinə ən tez daxil edən ölkədir. Biraz da Fransadan danışaq. Fransa onkologiya sahəsində dünyada ən səxavətli sığorta sisteminə malik ölkə hesab olunur. Əgər sizə xərçəng diaqnozu qoyulubsa, dövlət sığortası sizi 100% əhatəsinə alır. Standart bir xəstəlikdə sığorta sizə 70% ödəniş edirsə, xərçəng diaqnozu ilə 100% bütün xərcləri ödəyir. Belə məlumatlar maraqlıdırsa, bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın.